Yer üzündə gözəlliyi və eksotikliyi ilə diqqəti cəlb edən gözəl yerlər var. Bu videoda ziyarət, həyat və sağlamlıq üçün əsl problem ola biləcək dünyanın ən təhlükəli adaları haqqında danışacağıq. Zəhərli ilanların və timsalların yaşadığı yerlərdən tutmuş, nüvə sınaqlarının keçirildiyi adalara kimi. Hazırsınızsa başlayaq. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olaraq şərh yazmağı unutmayın. Ramri adası. Myanmarın Rakhine əyalətinin sahillərində yerləşən Ramri adası dünyanın ən təhlükəli adalarından biridir. Ramri adası materikdən yalnız 150 metr enində dar bir boğazla ayrılır və bunun üzərinə bir körpü atılır. Adanın ən yüksək nöqtəsi cənub hissəsindəki qərb sahilində yerləşən 300 metr hündürlüyündə Ziatang dağıdır. İkinci Dünya müharibəsi zamanı Ramri adasında ən qeyri-adi və faciəli döyüşlərdən biri baş vermişdi. 1945-ci il yanvar və fevral aylarında burada Yapon və İngilis qoşunları arasında şiddətli döyüşlər başlamışdı. Tarixi məlumatlara görə adanı əhatə edən bataqlılara sürüklənən Yapon əsgərləri taraqlı timsalların qurbanı olmuşlar. Müxtəlif mənbələrə görə 400-dən 980-ə qədər əsgər timsallar tərəfindən yeyilmişdi. Bu da insanların heyvanlardan əziyyət çəkdiyi ən böyük fəlakət kimi tanınır. Bu hadisə Ginnesin rekordlar kitabına daxil edilmişdi. Ramri adası 1960-cı illərə qədər böyük timsah populyasiyasına ev sahibliyi edirdi. Ancaq ovçuluq və yaşayış şəraitinin dəyişməsi səbəbindən 1980-ci illərin əvvəllərində timsah populyasiyası xeyli azaldı. Bu gün adada bu təhlükəli sürünənlərin yalnız az qisminə rast gəlmək olar. Queimada Grande adası. İlan adası olaraq da bilinən Queimada Grande adası Atlantik okeanında Braziliya sahillərindən cəmi 35 km məsafədə, São Paulodan tam cənubda yerləşir. Sahəsi cəmi 0,43 kvadrat kilometr və hündürlüyü 200 metr olan bu kiçik ada planetin ən təhlükəli yerlərindən biri kimi tanınmağa başlayıb. Queimada Grande dünyanın ən təhlükəli ilanlarından biri olan Botrovs tərəfindən məskunlaşdığı üçün pis şöhrət qazanıb. Bu ilanın isırığı sürətli toxuma nekrozuna, kəskin böyrək çatışmazlığına, mədə bağırsaq və beyin qanamasına səbəb olur. Braziliya hakimiyyəti həm bənzərsiz flora və faunanın qorunması, həm də insanların təhlükəsizliyi naminə adaya səfər etməyə qəti şəkildə qadağan edir. 1909-cu ildə adada avtomatik bir mayak qurulur. Yaxınlıqdakı sularda balıq ovu, dalğıc qadağan edilib. Queimada Grande turistlər üçün də yer deyil. Braziliya qanunvericiliyi səviyyəsində adaya üzmək qadağandır. Bu da onu planetin ən əlçatmaz və ən təhlükəli yerlərindən birinə çevirir. Sentinel adası. Bengal körfəzində yerləşən Şimal Sentinel adası Andaman adalarından biridir. Planetin ən sirli və əlçatmaz yerlərindən biridir. Bu kiçik 59,67 kvadrat kilometr ada Cənubi Andaman cənub hissəsinin qərbində yerləşir və Hindistan tərəfindən Andaman və Nikobar adalarının birləşmiş ərazisinin bir hissəsi kimi idarə olunur. Şimal Sentinel adası yerli əhalisi ilə tanınır. Onlar xarici dünya ilə hər hansı bir əlaqəni rədd edirlər. Onların sayı təxminən 15 ilə 40 nəfər arasında qiymətləndirilir. Ada sahil xaricində demək olar ki, tamamilə meşə ilə örtülmüşdür və ənənəvi həyat tərzi sürən sentinellərin vətənidir. Sentinellər dünyanın ən təcrid olunmuş xalqlarından biridir. Xarici dünyadan təmas cəhdlərini rədd edirlər. Bu da mədəniyyətlərini və həyat tərzlərini praktik olaraq araşdırılmamış hala gətirir. Hindistan hökuməti yaşayış yerlərini pozmamaq və sentinellərin toxunulmazlığı olmayan xəstəliklər gətirməmək üçün adaya yaxınlaşmağı və enməyə qəti şəkildə qadağan edir. 17 noyabr 2018-ci ildə adada Amerikalı missioner John Allen Chow'un Sentinel oxu ilə öldürüldüyü faciəli bir hadisə baş vermişdi. 2004-cü il tsunamisindən adaya dəyən ziyana baxmayaraq adada sağ qalanların olduğu təsdiqlənir. Tsunamidən bir neçə gün sonra Hindistan hökumətinin helikopteri bir neçə sakinin onu oxlarla qovmağa çalışdığını izlədi. Hindistan sərhəd gəmiləri sentinellərin bənzərsiz mədəniyyətini və yaşayış yerlərini qorumaq üçün kənar şəxslərin girməsinin qarşısını almaq üçün adanın sahil sularında vaxtaşırı keşik çəkir. Bikini adası. Sakit okeanda yerləşən və Marshall adalarının bir hissəsi olan Bikini adası təkcə təbii gözəlliyi ilə deyil, həm də nüvə sınaqları ilə bağlı faciəli tarixi ilə tanınır. Yalnız 6,1 kvadrat kilometr olan bu kiçik ada 1946-1958-ci illər arasında Amerika Birləşmiş Ştatları tərəfindən aparılan nüvə sınaqlarının dağıdıcı nəticələrinin simvolu olmuşdu. Bikini adası 1825-ci ildə Rus kapitanı tərəfindən kəşf edilmişdi. 1886-cı ildə Almaniya ada üzərində öz protektorunu qurmuşdu və 1914-cü ildə Yaponlar tərəfindən tutulmuşdu. 1947-ci ildə arxipelag Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında Pasifik adaları palatasının bir hissəsi olmuşdu. 1946-cı ildə Amerika Birləşmiş Ştatları donanması adanın 106 sakini Rongerik atoluna köçürərək nüvə sınaqlarını hazırlamağa başlamışdı. 1946-cı ilin iyul ayında Amerika Birləşmiş Ştatları kəsişmələr əməliyyatı çərçivəsində 2 atom bombası sınağı keçirir. 1954-cü ilin martında Castle Bravo hidrogen bombasının sınağı zamanı radioaktiv kül Elingina adasını və təsadüfən 170 kilometrdə özünü tapan Yapon balıqçılıq gəmisini Fukuru Marunu zədələyir.
Nüvə sınaqları ada sakinlərində silinməz iz buraxır. 1979-cu ildə Marshall Adaları məhdud muxtariyyəti yaradılır. 1986-cı ildə Amerika Birləşmiş Ştatları ilə Marshall Adaları Respublikasının müstəqilliyini tanıyan sərbəst birlik müqaviləsi imzalanır. O vaxtdan bəri Bikini Marshall Adaları Respublikasının bir hissəsidir. 2011-ci ildə bu adanın əhalisi cəmi 9 nəfər idi. Bikini Marshall Adalarının 33 bələdiyyəsindən birini təşkil edir və ölkə parlamentinin aşağı palatasında bir millət vəkili tərəfindən təmsil olunur. Poveglia adası. Venesiya laqonunda yerləşən Poveglia adası İtaliyanın ən sirli və mistik yerlərindən biridir. Yalnız 0,75 kvadrat kilometr olan bu kiçik ada tədqiqatçıların və paranormal həvəskarların diqqətini çəkən zəngin, faciəli bir tarixə malikdir. Poveglia adası ilk dəfə 421-ci ildə Padua və Este sakinlərinin barbarların işğalından qaçaraq buraya qaçdıqları zaman səlnamələrdə xatırlanır. 1379-cu ildə Çeneviz donanması Venesiyanın dağınıq yaşayış məntəqələrinə hücum etməyə başlayır və Venediklərin Poveglia sakinlərini qorumaq üçün Giudecca adasına köçürdülər. O vaxtdan bəri adada yaşayış olmayıb. 1527-ci ildə adanı Camaldoli rahiblərinə təklif edirlər, lakin onlar imtina edir. 1645-ci ildə Venesiya hökuməti Poveglia'nın cənub hissəsində artilleriya qalasına çevrilən kiçik bir süni 8 güşəli ada inşa edir. 1776-cı ildə ada Venesiya Səhiyyə İdarəsinə verilir. 1793-cü ildə isə Venesiyaya gələn dənizçilər üçün bir keçid məntəqəsi və karantin təcridxanası yaradılır. Bu izolyator 1814-cü ilə qədər davam edir. 20-ci əsrin əvvəllərində ada yenidən karantin kimi istifadə olunur. Adada 1922-ci ildən 1968-ci ilə qədər psixiatriya xəstəxanası mövcud olmuşdu. Xəstəxana bağlandıqdan sonra ada bir müddət məhsul yetişdirmək üçün istifadə edilir, lakin tezliklə tərk edilir. Ada haqqında bir çox əfsanə və mif vardı. 18-ci əsrdə ada Venesiyaya gələn gəmilər üçün karantin stansiyasına çevrildikdən sonra işi gəmidə vəba aşkar edilir. Ada təcrid olunur və yoluxucu xəstəlikləri olan insanları yerləşdirmək üçün istifadə edilir. Ölüm gözləyən xəstələr Venesiyalıların əfsanələrinə səbəb olur. Adada işləyən bir həkim isə kobud lobotomiyadan istifadə edərək xəstələr üzərində təcrübə apardığı iddia edilirdi. Müxtəlif məlumatlara görə həkim 1930-cu illərdə onu ruhlar dəli etdiyinə görə özünü zəng gülləsindən atmışdı. 2014-cü ildə İtaliya hökuməti adanın 99 il müddətinə icarəyə verilməsi üçün hərras keçirmək planlarını açıqlayır. Xəstəxana binasının otelə çevriləcəyi gözlənilir. Birinci hissənin sonu. Davamını növbəti videoda izləyə bilərsiniz.